Salam, hər vaxtınız xeyirli olsun, dəyərli şagirdlər. Belə bir suala baxalım. Suala keçməzdən əvvəl uşaqlara belə bir məlumatı xatırlatmaq istəyirdim ki, yay tətili müddətində 5-ci sinifdən 11-ci sinifə kimi yay dərslərimiz təşkil olunur. Dərslər haqqında məlumat əldə etmək istəsəniz, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. İndi keçən uşaqlar misalın izahına funksiyanın qiymətləri çoxluğunu tap deyir uşaqlar. Biz bilirik ki, funksiyanın qiymətləri çoxluğu y-ın ala biləcəyi qiymətlərdir. Biz burada nə edə bilərik uşaqlar? Gəlin bu ifadəni, baxın bu ifadəni sadələşdirəlim. Bu kosinus kvadratı x-in yerinə biz 1 çıxılsın sinus kvadrat x yaza bilərik. Əsas trigonometrik eynilikdən yaza bilərik. Yazdığımız zaman nə baş verəcək uşaqlar? Gəlin yazalım. 1 çıxılsın sinus kvadrat x. Burada 1 çıxılsın sinus x şəklində və biz bunu muxtasar düsturundan istifadə etsək 1 çıxılsın sinus x və 1 üstə gəlinsin sinus x olacaq uşaqlar. Buradan da 1 çıxılsın sinus x. Bunları ixtisar eləsək uşaqlar, burada 1 üstə gəlsin sinus x alındı. Və uşaqlar biz burada nəyə diqqət eləməliyik? Baxın, bu məxrəc var ha, 1 çıxılsın sinus x bərabər deyil 0 olmalıdır, değil mi? Və buradan da sinus x bərabər deyil 1. Yəni sinus x 1'i almayacaq. Və biz burada da bilirik ki, bu sinus x-in qiymətlər çoxluğu nə idi? -1-dən 1-ə kimi. İndi bu aralıqda qiymətləri verdiyimiz zaman elə eləyəcək ki, bu 1'i almayacaq, yəni 1'i götürməyəcək. Məsələn, bura 1 yazsam, baxın uşaqlar, sinus x-in 1 yazsam, -1 yazsam, 1 üstə gələn nə oldu? 0 oldu. Və 1 yazsam, 1 üstə gəlsin 1, 2. Yəni bir sözlə uşaqlar 0-dan 2'ye qədər olacaq, amma 2'ni almayacaq. Yəni cavabımız belə olacaq. 0, 2 bu şəkildə olmalı. Burada cavabımız da olacaq C variantı.